Salam aleykum. Deməli, propin, karbon H3, karbon 3 qat rabitə, karbon H-dır. Butin 1, karbon H3, karbon H2, karbon 3 qat rabitə, karbon H-dır. Bu iki dənə alkin gümüş peroksidin amoniakda məhluluna gedir. Nəyə görə? Çünki o alkinlər gümüş peroksidin amoniakda məhluluna gedir ki, 3 qat rabitəyə birləşən karbonda hidrogen olsun və yaxud 3 qat rabitə əsasən birinci boşluqda olsun. Və bu gümüş peroksidin amoniakda məhlulunla reaksiya daxil olanda bu zaman karbon H3 qalır, karbon qalır, karbon bura gümüş birləşir. Hidrogen deməli gümüş 2-10-u, yəni gümüş peroksidin oksigeninlə su kimi çıxır. Və solda gümüş 2 dənədir, bura 2 yazıram. Onda burada mən 2 yazıram. Daha sonra bu reaksiyanda aparıram gümüş peroksidin amoniakda məhlulu əmələ gəlir karbon H3, karbon H2, karbon gümüş üstə gələk H2O, yəni də bura 2 yazıram, bura 2 yazıram. Və mən propini X mol, butin 1-i Y mol, butin 2-ni Z mol götürürəm. Və bura X mol yazıram, bura yazıram nü1, 2, 1, buradan nü1 bərabərdir 0,5x. Bura Y yazıram, nü2, 2 yazıram, 1 yazıram, nü2 bərabərdir 0,5 Y. Və 0,5x üstə gəl 0,5 Y bərabərdir 2,5-ə, hər tərəfi 0,5-ə böləndə x plus y bərabərdir 5. Yadında saxlayıram. X üstə gəl y bərabərdir 5-ə. İndi burada bunları adi şəraitdə bromla reaksiya aparırıq. Yəni burada deməli əsasən propin karbon 3H4-dür. Təbii ki, buna 2 mol brom 2 yazıram. Sonra butin 1, karbon 4H6-dır. Buna deməli birləşmək üçün 2 mol brom 2 yazıram. Eyni zamanda butin 2, bu da S4H6-dır. Bu da deməli 2 mol brom 2 yazıram. Bunu mən X mol götürmüşdüm. Onda bu 2X olacaq. Y mol götürmüşdüm. 2Y olacaq. Z mol götürmüşdüm. 2Z olacaq və bunların cəmi 2X üstə gəl, 2Y üstə gəl, 2Z bərabərdir 12, hər tərəfi 2-yə bölürəm, X plus Y plus Z bərabərdir 6 yazıram, X plus Y plus Z bərabərdir 6, tərəf-tərəfə çıxanda X-lər və Y-lər ixtisar gedir. Z bərabərdir 1, Z də butin 2-nin moludur, bizdən də butin 2-nin molunu soruşur, doğru cavab 1 olacaq.